Çox sevinirəm ki, ailə üzvlərimi, övladlarıma qovuşuram. Ölkəmizin cənab prezidenti, Yeni Azərbaycan Partiyasının üzvü olaraq ailəm adına, özüm adından cənab prezidentimizə dərin təşəkkürümü bildirirəm. Allah ulu öndərimizə qəmi-qəmi rəhmət etsin. Ben de Liyeva Zeynep Kamil kızı. Sizin neçə müddətiniz qalmışdı? 3 il iş almıştım. 11 ay, 3 gündən azadlıqdan təmizləndim. Təəssüratlar? Təəssüratlar çox yaxşıdır. Yəni çox həyəcanlıyıq. Prezidentimizə Allah canını sağ eləsin. Minnətdarlığımı bildirirəm. Bu qədər. Hansı bölgədən deyirsiniz? Mən Qərbi Azərbaycanlıdan. Yox, hazırda hardan yəni? Bakı. Paytaxtdan. Bəli, paytaxtdan. Yəni evə qayıtsanız paytaxtda ailə üzvlərinizə Bəli, ailə üzvlərimlə bərabər qalacağam. Təşəkkür, sağ olun. Buyurun. Siz təqdim edək, adı soyad. Ələsədova Pərvanə Aydın qızı. Pərvanə xanım, bu gün artıq siz azadlığınıza qovuşursunuz. Təəssüratlar? Valla təəssüratlar o qədər böyüdü ki, çox həyəcanlıyam da, amma təşəkkür edirəm, minnətdaram möhtərəm prezidentimizə humanist addım attığına görə. İnşallah Allah Taala hamısı bütün ağır tutaq yoldaşlarıma da nəsib eləsin. Neçə müddətdir yəni məhkum idiniz? 8 ay. 8 ay. Bəli, bəli. Allah. Neçə müddətin neçə illik idi? Yox, 1 il 6 ay cəza çəkmə, yəni ki, cəzamdır, amma 8 aydır müəssisədəyəm, 10 ayla gedirəm. Həmişə azad. Təşəkkür edirəm. 10 ay almışdım, 3 ayım qalıb. Bəli. Prezidentimizə təşəkkürümü bildirirəm. Çox sağ olsun. Allahımız onu qorusun və ailəsini. Təşəkkür edirəm. Məsləhət görürəm ki, cinayət işləməsinlər. Allah Taala heç kəsə qismət eləməsin. Hər kəsə azadlıq. Bəli. 234-ün biri. Narkotik. Çox sağ olun. Cəfərova Əfsanə Üssü qızı. 3 il cəza almışdım, cəza müddətim var idi. Hal-hazırda 10 ay cəzam qalıbdı. Şükür ki, birinci əvvəlcə bunu demək istəyirəm ki, cənab prezidentimə və onun xanımına, Mehriban xanıma çox təşəkkür edirəm. Bu gün bizə, necə deyim, möcüzə, yəni ki, onu sözlə ifadə eləmək çox çətindir mənim üçün, həqiqətən. Çox təşəkkür edirəm ki, bizə bu gözəl bir həyatı, azadlığı nəsib elədi və 2 az yaşlı övladım və anama qovuşmağı, bu gün şad xəbərləri mən onlara nəsib eləyəcəm ki, yəni gəlirəm. Çöldəki xanımlara bunu demək istəyərəm ki, azadlıqlarının qədrini bilsinlər. Övladlarının yanında olmaq, necə deyim, bir saniyə belə də övladımın yanında olmaq, mən ayrı qala bilməzdim də, yəni bunu deyim. Bəlkə də məni başa düşməzlər bu kəlmələrimlə, çünki onlar bu an yaşayır onu, başa düşmür. İnsan azadlıqdan məhrum olanda onun daha çox qədrini bilir. Buradan demək istəyirəm ki, əziz qadınlarımız və əziz kişilərimiz, sizə bunu demək istəyirəm ki, azadlığımızın qədrini bilin. Çünki azadlıq heç bir şeylə ölçülməzdir. Siz sağ olun. 3 il cəza veririm.